21 milyon manatlıq mal qalığı olan Sonar Farm şirkətinin pay sahiblərinin xəbəri olmadan hədə-qorxu yolu ilə Elnur İskəndərovun əlindən alınması və qanunsuz olaraq Robert Eyyubovun adına keçirilməsi ilə bağlı olan qalmaqallı məsələ ətrafında ziddiyyətlər artmaqda davam edir. Qeyd edək ki, hazırda Ədliyyə Nazirliyinin penitensiar xidmətin 10 saylı cəza çəkmə müəssisəsində saxlanılan Elnur İskəndərovun vəkili olan Ramil Rüstəmovu artıq Türkiyəli vəkil İbrahim Köçlər əvəzləyir. Məsələyə biraz aydınlıq gətirək. Sonar Farm şirkətinin 50% payı Elnur İskəndərov, 50% payı Mahirə Əsədovaya aid olsa da, Elnur İskəndərov bir müddət öncə Robert Eyyubov və onun adamları tərəfindən təhdid olunaraq məcburən şirkəti Bakı şəhərində yerləşən 53 saylı notariusda sözgedən şəxsin adına keçirilməsinə razılıq verib. O zaman işi aparan vəkil bildirirdi ki, bütün məlumatlar, səs yazıları, görüntülər Binəqədi rayon polis bölməsinə təqdim edilib, şahidlər dindirilsə də nədənsə hələ məsələyə hüquqi qiymət verilməyib. Qeyd edək ki, hazırda İstanbul Vəkillər Kollegiyasının üzvü olan İbrahim Köçlərə öz təşəbbüsü ilə Elnur İskəndərovun hüquqlarını müdafiə edən şəxs qismində çıxış edir. Xatırladaq ki, Sonar Farm şirkəti hələ Elnur İskəndərov və Mahirə Əsədovanın tabeliyində olan zaman İbrahim Köçlərə bir növ Azərbaycan-Türkiyə ticari əlaqələrində körpü rolunu oynayıb. Sonar Farm şirkətində dəfələrlə qonaq olan Köçlərə əczaçılıq sahəsinin inkişafında Türkiyə və Azərbaycan arasında bir sıra mühüm işlər görüb. Qeyd edək ki, İbrahim Köçlərə bir neçə dəfə Türkiyədə millət vəkili seçilib və Azərbaycanla olduqca sıx münasibətlərə malikdir. Sonar Farm şirkəti Elnur İskəndərov və Mahirə Əsədovanın başına gətirilən qalmaqallı məsələni eşidib dərhal Bakıya gələn Köçlərə Türk səfirliyinə, Ədliyyə Nazirliyinə rəsmi şəkildə müraciət edərək qanuni formada Elnur İskəndərovun vəkili kimi cəza çəkmə müəssisəsində müvəkkili ilə görüşüb. Bütün bunlar barədə Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş prokuror Kamran Əliyevə müraciətində bəhs edən Köçlərə eyni zamanda Mahirə Əsədovanın da hüquqlarını müdafiə edir. Qeyd edək ki, Mahirə Əsədova hələ bu məsələ baş verməmişdən bir il öncə Köçlərəyə etibarnamə verərək onun hüquqlarının qorunmasını istəyib. İbrahim Köçlərə onu da bildirir ki, bu məsələdə ona göstərilən münasibətə görə Ədliyyə Nazirliyi, penitensiar xidmətin rəhbərliyi və əməkdaşlarından çox razıdır. Qanuni proseslərə tam əməl olunub və şəffaflığı gözlədiklərinə görə Nazirliyə minnətdarlığını bildirən Köçlərəni digər məsələlər narahat edir. Vəkil bildirir ki, Sonar Farm şirkətinin qurucusu kimi Mahirə Əsədovanı tanıyıb və necə olur ki, bir şirkət pay sahibinin xəbəri olmadan digər şərikinə hədə-qorxu gəlinərək elə müəssisənin öz pulu ilə alqı-satqı aparılır. Köçlərə məsələnin qaranlıq tərəflərinin hüquq mühafizə orqanları tərəfindən tam şəffaf şəkildə araşdırılıb, problemin həllinə ümid etdiyini öz müraciətində bildirib. Məsələnin gedişatı bizim də diqqətimizdədir. Ümid edirik ki, lazımi qurumlar problemin həllinə çalışacaqlar. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Təbii ki, bu məsələni mən gündəmdə saxlayacağam. Haqqında danışılan Mahirə Əsədova Şabranlıdır. Şabranlı bir xanımdır. İş xanımıdır. Bəzən deyirik ki, ədalət. Bu qadına qarşı ədalətli heç kim olmayıb, ədalətsiz olublar. Bu xanımın şirkətini özünüz də gördünüz ki, əlindən alıblar. Bu xanımın xəbəri olmadan, heç bir imzası olmadan şirkətini satıblar. Şərikindən işgəncə veriblər şərikinə. Məcbur ediblər, o da imza qoyub. Bu şərikin, o şərikdən xəbəri yoxdur. O şərik, bu şərikdən icazəsiz, xəbərsiz şirkəti satıb. Təbii ki, ona təzyiqlər olub, təhdidlər olub, zor tətbiq ediblər və məcbur ediblər. O da imzasını qoyub. Mahirə xanım hüquqlarını bərpa olunmasını tələb edir. Ədalət tələb edir. Təbii ki, mən bunu gündəmdə saxlayacağam. Bir qadına qarşı, Azərbaycan qadınına qarşı çox böyük ədalətsizlik olub.